Hər birinizi xoş gördük dəyərli izləyicilər. Bugün sizlərlə 9 mart 2025 tarixində keçirilmiş buraxılış imtahanının 11-ci siniflər üçün olan riyaziyyat suallarının izahına baxacaq. Ümid edirəm ki, istədiyiniz nəticələri toplamısınız. Suallar çox da çətin deyildi. İndi isə izahına keçək. İlk sualla başlayaq. Bizə deyir ki, kök altda 11 minus kök altda 21 vurulsun kök altda 11 plus kök altda 21 ifadəsinin qiymətini tapın. Bakın bunu bir kök altında yazsak. Bakın bunu bir kök altında yazsak. Alırıq ki 11 minus kök altda 21 vurulsun 11 plus kök altda 21. Görürük ki bu bizə kök altda a plus b a minus b'nin düsturunu verir. O da a kvadrat minus b kvadratdır. 121 minus 21. Bu da bizə verər kök altda 100. Kök altda 100'dən də 10 çıxar. Cavabımız olur C variantı, yəni 10. Keçək ikinci suala. Bizə deyir ki, loqaritma 2 əsasdan 14'ün kvadratı minus 10'un kvadratı bölü 24 ifadəsini tapın. Yazarıq ki, loqaritma 2 əsasdan, baxın, a kvadrat minus b kvadrat dedik ki, a minus b a plus b'dir. Yəni 14 minus 10 vurulsun 14 plus 10 bölünsün 24. Bu 14 plus 10 bizə 24 verəcək. Bu 24 də ixtisar olunar. Yerdə qalar loqaritma 2 əsasdan 14 minus 10, yəni 4. 4'ü yazarıq 2 üzəri 2 kimi. Bu 2 bilirik ki, qarşıya çıxacaq. Olacaq 2 vurulsun loqaritma 2 əsasdan 2. Bu da bizə 1 verər. Yerdə qalar 2. Cavabımız olur 2, yəni B variantı. Keçdik 3-cü suala. Deyir ki, 2 perpendikulyar müstəvinin birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən bu müstəviyə kəsişmə xəttinə qədər olan məsafəni tapın. Baxın, birinci müstəvimiz bu, ikinci müstəvimiz bu olsun. Baxın, bu nöqtədən belə bir nöqtə var. Buradan 2 sant, buradan 4 sant məsafədədir. Bizə deyir ki, bu kəsişmə nöqtəsinə kimi olan məsafəni tapın. Bu ikini biz sürüşdürsək bura olur 2. O zaman alarıq ki, bura 90 dərəcə, bura 4, bura 2. Katetləri bizə verib hipotenuzu istəyir. Yəni 4'ün kvadratı 16 plus 2'nin kvadratı 4. Bu bizə 20 verər. X kvadrat bərabərsə 20'yə. X bərabər olur kök altda 20'yə. Bunu da 4 vur 5 kimi yazsaq. X bərabərdir 2 kök altda 5. Cavabımız olur 2 kök altda 5. Yəni A variantı. Keçək növbəti suala. Növbəti sualda bizə deyir ki, deməli, sadə bir vurğulara ayırma sualıdır. 25 minus 5a ifadəsini vurğulara ayırın. Baxın, 5'e çıxartsaq, alarıq ki, 5 minus a. Yəni, elə B variantı. 65-ci sualda deyir, mənfi 5,3 kiçikdir x, kiçikdir 6 bərabərliyin ən böyük və ən kiçik tam əllərinin hasilini tapın. Ən kiçik tam əlli mənfi 5 olacaq. Ən böyük tam əlli isə 5 olacaq, müsbət 5. Bunların da hasili bizə neçə verər? Mənfi 5 vurulsun müsbət 5, mənfi 25 verər. 66-cı sualda deyir, diaqnallarının sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Bilirik ki, diaqnalın sayı n vurulsun n minus 3 düsturu ilə tapılır. Bunu bizə 9 verib. Alarıq ki, n kvadrat minus 3n minus, daha doğrusu bölünsün 2 də var burada. Bərabərdir. Demək 2 vur 9 18'ə. O zaman yazarıq ki, burada n kvadrat minus 3n minus 18 bərabərdir 0'a. Köklər görürük ki, 6 və 3'dür. Mənfi 6, müsbət 3 yazsaq, x, n. Deməli, n'imizin müsbət kökü olur 6, n'imizin mənfi kökü olur mənfi 3. Bilirik ki, tərəf mənfi ola bilməz, sayı mənfi ola bilməz. O zaman müsbət 6 götürülür. Bucaqların sayı 6'dırsa, elə tərəflərin sayı da 6 olacaq. Yəni cavabımız olur 6. Bu da belə. Keçdik deməli 67-ci suala. Bizə deyir ki, kəsişməsi boş olmayan A və B çoxluqları üçün n a minus b bərabərdir 6, n b çıxılsın a isə 4'dür. N a birləşmə b-nin ən kiçik qiymətini tapın. Deməli, necə yazarıq? 2 çoxluq çəkərik buradan. Kəsişməsi boş deyil deyir. Yəni kəsişməsində ən azı bir element olacaq. Deməli, A-dan B-nə çıxdıqda
6 element qalır. B'dən A-nı çıxdıqda isə 4 element qalır. 6 element, 4 element burada. Və birləşməsi ən kiçik olması üçün deyirsə, kəsişməsində də 1 element olsa, deməli burada neçə element olacaq? 6 plus 1 plus 4 bərabərdir 11. Əgər 1-dən böyük, məsələn 5 olsaydı, bu olardı, tutalım ki 15. Görürük ki, ən kiçik qiyməti hansı halda olur? Elə 1 qiymətində. Cavabımız olur 11. B variantı. Sonra keçid edirik. Sonra keçid edirik 68-ci suala. 68-ci sualda deyir ki, iki kürədən birinin həcmi digərinin həcmindən 27 dəfə böyükdür. Birincinin sahəsi ikincinin sahəsindən deməli neçə dəfə çoxdur, böyükdür. Bilirik ki, radiusların nisbəti bizə verir, radiusların kublarının nisbəti bizə verir həcmlərin nisbətinə. V1, V2. Həmçinin kvadratlarının nisbəti də verir sahələrin nisbətinə. S1, S2. O zaman 27 dəfə fərqlənirsə, radius 3 dəfə fərqlənir. Buradan da yazsaq ki, yerinə 9, 1, sahə neçə dəfə fərqlənəcək? 9 dəfə. Cavabımız D variantı. Keçdik 69-cu suala. Deyir ki, A parametrinin hansı qiymətində sinus x bərabərdir A-1 bölü 2 tənliyinin həlli var. Bilirik ki, sinus x hansı aralıqda qiymət alır? 1, deməli, mənfi 1, 1. Mənfi 1, 1. O zaman A-1 bölünsün 2 aralıqda olmalıdır. Mənfi 1, 1. Bunu həll etsək, hər tərəfi 2-yə vırsaq alarıq. Mənfi 2, A-1, 2. Hər tərəfə də 1 əlavə etsək, mənfi 1, A, 3. Deməli, A-mız mənfi 1 ilə 3 aralığında olmalıdır. Mənfi 1, 3 də hansı variantdadır? Əlbəttə ki, B variantında. Keçid edirik 70-ci suala. 70-ci sualda bizə deyir ki, x bərabərdir x plus 4. Yəni, x nöqtəsi x plus 4 düsturuna əsasən dəyişir. Y nöqtəsi isə y plus 1 düsturuna əsasən dəyişir. Paralel köçürmədə deyir, mənfi 3 və 2 nöqtəsi hansı nöqtəyə çevrilər? Yazarıq ki, x bərabərdir. Əvvəlki x-imiz mənfi 3 idi, plus 4. Bu bizə 1 verər. Y-imiz də 2 idi. Üzərinə 1 gəlsək 3 edər. Deməli, nöqtələrimiz nə olacaq? 1, 3. Yəni, cavabımız olur 1, 3, A variantı. Bu da belə. Keçdirək 71-ci suala. Bizə deyir ki, 71-ci sualda y-in hansı qiymətində y-2 3 minus modul içərisində 3 minus y və 6 minus y ədədləri ədədi silsilənin ardıcıl hədləri olar. Bilirik ki, ədədi silsilənin ardıcıl hədləridirsə A1, A2, A3. 2A2 bərabərdir A1 plus A3-ə. O zaman bu düsturdan istifadə etsək, yazarıq ki 2 vurulsun 3 minus y bərabərdir y minus 2 plus 6 minus y. O zaman 2 modulda 3 minus y bərabər imiş neçəyə? 4-ə. O zaman elə buradan da yazarıq. 3 minus y modulda bərabər imiş neçəyə? 2-yə. İndi modulu biz neçə açarıq? Bir dəfə müsbət, bir dəfə mənfi açarıq. O zaman yazarıq ki 3 minus y bərabərdir 2-yə. Buradan y bərabər olur 1-ə. Bir də y minus 3 bərabərdir 2-yə. Buradan y bərabər olur 5-ə. Deməli, bizdən elə y-in qiymətlərini soruşurdu. Y-in hansı qiymətində? 1 və 5 qiymətində silsilənin ardıcıl hədləri olar. Keçid etdik 72-ci suala. 72-ci sualda bizə deyir ki, cədvəldəki ədədlərin hansı hissəsi irrasionaldır? Deməli, biz bilirik ki, irrasional ədədlər nədir? İrrasional ədədlər, əgər ki, həqiqi ədədlər çoxluğunda
bir ədədin kvadratı bizim əlimizdəki ədədi vermirsə, o zaman o irrasional ədəddir. Məsələn, pi 3,14 və ardı. Elə bir ədəd yoxdur ki, onu kvadrata yüksəldəndə bu ədəd versin. O zaman pi-ni götürərik. Sonra kök altda 3. Elə bir ədəd yoxdur ki, deməli, rasional ədədlərin içərisindəki kvadratı bu ədədi versin. O zaman kök altda 3. Sonra kök altda 9 bilirik ki, buradan 3 kök çıxır. Sonra bu heç mənfi kök altda 2. Bu, sonra 3 kök altda 5, bu qədər. Deməli, neçədən oldu? 4 dənə. Ümumilikdə neçə dənə idi? 2, 4, 6, 8, 10. Bizdən də hansı hissəsini deyir deyə 4 bölünsün 10, bu da 0,4 edər. Cavabımız 0,4, yəni A variantı. Sonra keçid edək 73-cü suala. Bizə deyir ki, şəkər çubuğunun onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundurundan neçə ton şəkər alınır? Deməli, biz 80 tonun 20%-ni taparıq. Çünki 1 kiloqramdan 20%-i deməli şəkərə çevrilirsə, 80 tonun da 20%-i. Bunu da ki, 20%-ni tapmaq üçün nə edərik? 80 ton bölünsün 100, vurulsun 20. Bu da bizə neçə verər? 16 ton. Cavabımız olur 16 ton, yəni D variantı, E variantı. 74-cü suala keçirsək, bizə deyir ki, deməli, 4 sinüs kvadrat alfa minus tangens kvadrat alfa plus 1 vurulsun kosinüs kvadrat alfa plus 4 kosinüs kvadrat alfa. Yazarıq ki, deməli, 4 sinüs kvadrat alfa minus, deməli, tangens kvadrat alfanı yazarıq, sinüs kvadrat alfa bölünsün kosinüs kvadrat alfa plus 1 vurulsun kosinüs kvadrat alfa plus 4 kosinüs kvadrat alfa bərabərdir. Bu onsuz da 4 sinüs kvadrat alfa plus 4 kosinüs kvadrat alfa bizə elə 4 verəcək. Bilirik ki, 4-ü mötərizə xaricdən çıxarsaq, sinüs kvadrat plus kosinüs kvadrat bizə 1 verir. 4 minus, yazarıq, kosinüsü vursaq bura, sinüs kvadrat alfa plus kosinüs kvadrat alfa. Bu da yenə bizə 1 verəcək, bu mötərizə daxilində əlbəttə ki. Bu da bizə neçə verər? 4 minus 1, cavabımız olur 3. Yəni, yekun cavabımız oldu 3. Bu da belə. Keçid edirik 75-ci suala. 75-ci sualda bizə deyir ki, ifadəni sadələşdirin. Deməli, ilk öncəliklə bu bölməni tərsinə çevirib vurma kimi yazsaq, alarıq x kub, hətta, baxın, keçməmiş belə yazaq. Bu ifadə bizə nəyi verir? Əlbəttə ki, x minus 1-in mötərizə kubun. Bölünsün, 2 vurulsun x kvadrat minus 1. Bu öz yerində. Vurulsun, x plus 1 bölünsün, x kvadrat minus 2x plus 1 də bizə, deməli, x minus 1-in mötərizə kvadratını verər. İndi ixtisarlarımızı aparsaq, buradan bu gedər, buradan da bu gedər, yerdə bir dənə x minus 1 qalar. Sonra x minus 1, x kvadrat minus 1 atsaq, buradan alarıq x minus 1 vurulsun x plus 1. 2 vurulsun x kvadrat minus 1 alsaq, x minus 1 vurulsun x plus 1. Bunlar da ixtisar olunar, yerdə qalar 2-də 1. Cavabımız olur 2-də 1. Bu da belə. Sonra deməli keçid edirik 76-cı suala. 76-cı sualda deyir ki, uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Bilirik ki, uyğun tərəfləri paralel olan bucaqların cəmi 180-dir burada. Deməli, biri digərinin 80%-ni təşkil edirsə, birinə x desək, digərinə 0,8x deyərik. Cəmi 1,8x bərabərdir 180 dərəcə, x bərabər olur 100 dərəcə, digər də 0,8x də olur 80 dərəcə. Böyüyün soruşduğu üçün nə olacaq bizə cavab? 100 dərəcə. Növbəti suala keçirik. 77-ci sual. Bizə deyir ki, 3 vurulsun 5 üzəri x plus 5 üstü x plus 1 bərabərdir 200 tənliyini həll edin. Yazarıq bunu. 3 vur 5 üzəri x plus 5 vur 5 üzəri x. Bilirik ki, əsaslar eyni olduqda qüvvətlər toplanılır.
200. Sonra 5 üzeri x'i ortak vuruq kimi çıxarsaq 5 üzeri x vurulsun 3 plus 5 bərabərdir 200. 5 üzeri x vur 8 bərabərdir 200-dən alarıq 5 üzeri deməli x bərabərdir 25. 5 üzeri x bərabərdir 5 üzeri 2. Əsaslar eyni olduğu üçün qüvvətlər də eyni olacaq. Deməli buradan tapırıq ki x bərabərdir 2-yə. Cavabımız 2. Keçdirək 78-ci suala. 78-ci sualda bizə deyir ki, z1 bərabərdir 9 minus x(i) üzəri 5 və z2 bərabərdir y plus 6i üzəri 35 kompleks qoşma kompleks ədədləri olarsa, x və y həqiqi ədədlərinin cəmini tapın. Biz öncəliklə bilmədik, qoşma kompleks ədədlər nətər olur? Bunu qeyd etmişdik. A plus bi və A minus bi. O zaman elə y-imiz bərabər olacaq 9-a. Bu öz yerində. Gəlin x-i tapaq. Burada x(i) üzəri 5 olduğu üçün 5 bilir ki 4 dəfədən 1 dövr olunur. Kompleks ədədin qüvvəti. O zaman elə bunu i üzəri 1 kimi yazmaq olar. Bu heç. Bu öz yerində. Gəlin indi bu 35-i tapaq. i üzəri 35-i yazarıq necə? i üzəri 32 vurulsun i üzəri 3. Bu 32 dövr olunacaq. I üzəri 3 də bizə mənfi i verər. O zaman ifadəmiz olacaq 9 minus x(i) 9 minus 6i. X-imiz də görünür buradan neçə olmalıdır? Dedik axı b'lər fərqli olmalıdır. Əks olmalıdır. O zaman mənfi 6-nın deməli əksi olacaq. O da 6 olar. Deməli x-in də bu hissənin də 6 olmağı üçün nə olmalıdır? X-imiz mənfi 6 olmalıdır. Yəni x-in yerinə gətirib mənfi 6-nı qoyduqda bura müsbət 6 alınsın. Çünki bura 9 minus 6 i'dir. O zaman alırıq ki y-imiz 9, x-imiz mənfi 6-dır. Bizə cəmin soruşduğu üçün cəmi neçə verəcək? 3. Cavabımız olur 3. Keçirdək növbəti suala. 79-cu sual. Artıq açıq suallar gəlir. Ətraflı yazı tələb edən suallar. Deməli, bizə deyir ki, bir dəqiqə. Akt zalında hər sıradakı şagirdlərin sayı sıraların sayından 8 vahid çoxdur. Bu zaldakı yerlərin ümumi sayı 384 olarsa, sıraların sayını tapın. Burada deməli, biz sıraya bir x desək, yer o zaman olacaq. Yer olacaq, deməli, x plus 8. O zaman yazarıq ki, x vurulsun. Bir dəqiqə, x vurulsun. X plus 8 bərabərdir 384. Çünki sıra və sıradakı üstulların sayın, yerlərin sayını biz bir-birinə vursaq, ümumi olaraq yerlərin sayını alarıq. 384. Buradan da yazarıq ki, x kvadrat plus 8x 384 də digər tərəfə keçirək. Minus 384 bərabər 0. Buradan x olaraq ayırsaq, bunu da ayırarıq 16, 24. Ortadakı müsbət olduğu üçün mənfi 16. O zaman köklərimiz olur 16 və mənfi 24. Sıra sayı mənfi ola bilmədiyi üçün 24 bizim kənar kökümüz olur. Yerdə qalır müsbət 16. Yəni birinci sualımızın cavabı olur 16. Keçirdək ikinci açıq sualımıza. Ətraflı yazı tələb edən sualımıza. Bizə deyir ki, ABC'də düzbucaqlısı B tərəf təpəsindən AC diaqonalına B-in perpendikulyar çəkilmişdir. AM bərabərdir 9. MC bərabərdir 16 olarsa düzbucaqlının sayəsini tapın. Bura bilir ki H-dır, burada 90 dərəcədir. H bərabərdir kök altda M vur N düsturundan istifadə etsək. H bərabərdir kök altda 9 vur 16. Bu da 3 vur 4 bizə 12 verər. Buranı tapdıq 12. Sahəni də tapsaq S bərabərdir. Deməli hündürlük vurulsun. Yəni 12 vurulsun. Bu K kimi görsənir burada. 12. 12 vurulsun. Diagonal, yəni 25 yazsaq 25. Bu da bizə neçə verər? 300 cavabını verər. Sahəmiz ümumilikdə olur 300. Keçid edək 81-ci suala. 81-ci sualda bizə deyir ki, supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birinə 5 azın, 10 azın və 20 azınlıq dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 azınlıq kuponların sayı
10 azınlıq kuponların sayından 2 dəfə az, 5 azınlıq kuponların sayından isə 16 ədəd azdır. Yazsaq ki, 20, 10, 5 azın. Deməli, 20 azınlığa bir x desək, deyir ki, 10 manatlıq kuponların sayı 2 qat çoxdur. Yəni, bu 2x olacaq. 5 manatlıqlar isə 16 ədəd çoxdur. Yəni, 20 azınlıq 5 azınlıqdan 16 ədəd azdır. O zaman yazacaq x plus 16. Bu üçünün cəmi bizə verər x plus 2x plus x plus 16 bərabər olar 28-ə. 4x bərabərdir. Deməli, 12-yə, x bərabərdir 3-ə. O zaman bu 3, bu 6, bu 19 imiş. İndi bizə deyir ki, deməli, müştərilərin təsadüfi seçdiyi iki zərfdəki kuponların ümumilikdə 30 azın dəyərində olması hadisəsinin ehtimalını tapın. Yalnızca bir 20 manatlıq, bir də 10 manatlıq kupon çıxsa 30 azın edə bilər. O zaman yazarıq ki, biz, deməli, 3 kupon, burada 20 manatlıq var. Kombinizon 3-dən 1 vurulsun. 6 ədəd 10 manatlıq var. Kombinizon 6-dan 1 və ümumi halların sayı da kombinizon 28-dən 2-sini seçdikləri üçün yazarıq. Bunu da hesablasaq, deməli, kombinizon 3-dən 1 bizə verir 3 faktorial böl 2 faktorial. Bu bizə verir 3. Sonra kombinizon 6-dan 1 bizə verir 6 faktorial bölünsün 5 faktorial. Bu da bizə verir 6. Kombinizon 28-dən 2 isə bizə verir 28 bölünsün 26 vur 2 faktorial. O da bizə verir 27 vur 28 bölünsün 2. O da 27 vurulsun 14 edir. İndi alarıq biz. Deməli, yuxarıda almışdıq 3 vur 6. 3 vur 6 bölünsün 27 vurulsun 14. Deməli, bu bizə 9 verər. 3, 2 yazsaq, bu 3 verər. Burada 2 qalar. Bu 14 da 2 gedər, 7 qalar. Yerdə nə qalır? 1 bölünsün 3 vur 7 də bizə 21 verir. Cavabımız oldu 21-də 1. Yəni, ehtimalımız 21-də 1 olur. Keçdik neçənci suala? Deməli, 82-ci suala. Buranı silim sadəcə təmizlənsin. Hə. 82-ci sualda bizə deyir ki, ABC üçbucağında AB və AC tərəfləri mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq K və C nöqtələrində toxunur. Deməli, ABC bərabərdir 40 dərəcə olarsa, KMC qövsünün uzunluğunu tapın. Baxın, bu qövsdə, bura bir N qövsü desək, M plus M bərabərdir 180 dərəcə. Çünki diagonaldan ayrılır. Daha doğrusu, diametrdən ayrılır. Deməli, M plus M bərabərdir 180 və düsturə əsasən bilirik ki, M minus N bərabərdir bucağın 2 qatı, yəni 80 dərəcə. O zaman tərəf-tərəfə toplasaq 2M bərabərdir 260-dan, M bərabərdir 130, N bərabərdir 50 dərəcə alarıq. 83-cü suala keçid etsək, bizə deyir ki, açılış şəklində verilmiş düzgün prizmanın tam səthinin sahəsi 360 olarsa, apofeminin uzunluğunu tapın. Deməli, buranı biz silsək, bu fiqurun yıxılmış halını yazaq. Çəkək. Belə, belə. Bizə deməli, buranı veribmi? Yox, hədə bunun uzunluğunu istəyir. Apofeminin uzunluğunu. Deməli, biz yazarıq. S-yan bərabərdir. Deməli, S oturacağı 300, deməli 100 veribsə, tam səthinin sayəsində 360 veribsə, 360 minus 100. Yəni 260. Və deməli, yazarıq ki, 2-də 1 P oturacaq, vurulsun. Deməli, apofem L bərabərdir 260-a. Oturacağının sayısı 100-dürsə, o zaman tərəfləri nə olacaq? 10, 10. Yazarıq 2-də 1 vurulsun 40 perimetre
S oturacaqmı dedim orada. Fikrim biraz dağınıqdı uşaqlar. Böyük ehtimal ki elə demişəm, P oturacaq, yəni perimetri. 40 vurulsun L. O da bərabər olacaq 260'a. O zaman yazarıq ki, L bərabərdir buradan. Deməli, L bərabərdir 20'ye bölsək 13. Yəni, elə cavabımız da olur 13. 84-cü sualda bizə deyir ki, yəni yenə silək. Cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayıların haqqında məlumat verilmişdir. Boyu 170 santimetrdən uzun olan oğlanların sayını tapın. Deməli, görürük ki, bizə x, y və ümumi say verilib. Yəni, x plus 3y bərabərdir 21. 2y plus x bərabərdir 17. Bura mənfi 3'ə vursaq, alarıq ki, bu sistem tənliyi həll etməyimizi istəyir. Alarıq ki, y plus, deməli, y plus 3x olmalıdır burada. Y plus 3x bərabərdir 21 və yazarıq ki, deməli, mənfi 6y minus 3y bərabərdir 51'ə. Mənfi 51. Yəni, tərəf-tərəfə toplasaq alarıq. Mənfi 5y bərabərdir mənfi 30'a. Y bərabərdir 6'ya. Buradan x'i də tapsaq, gətirib yerinə yazsaq hər hansı birində. X'imiz də olur, deməli, 6 çıxsaq 15, 5. Deməli, bizdən nə istəyirdi? Boyu 1.70'dən hündür olan oğlanları, yəni 2y. Bunu da yazsaq ki, 2y bərabərdir 2 vur 6. Bu da bizə 12 cavabını verər. Cavabımız olur 12. Keçid edək son sualımıza, 84-cü suala. 84-cü sualda bizə deyir ki, deməli, A mn nöqtəsi y bərabərdir x kvadrat minus 8x plus 18 funksiyasına uyğun parabolanın təpə nöqtəsidir. Bu funksiyanın qrafikinin apsis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilmələrindən alınan parabolanın təpə nöqtələrinin uyğun olaraq B, C və D nöqtələridir. ABCD dördbucaqlısının perimetrini hesablayın. Gəlin ilk öncəliklə bizə verilənlərə əsasən m və n-i tapaq. Deməli, bir dəqiqə, bu şəkildə. M bizdə olacaq, deməli, mənfi B bölünsün 2A. B'miz neçədir bizim? Mənfi 8. Mənfi B'miz ilə 8 böl A'mız da 1'dir, 2. Yəni, bu bərabər olacaq. M bərabər olacaq 4'ə. N'imiz bərabər olacaq. Buradan yazsaq. N bərabərdir 4AC minus B kvadrat bölünsün 4A. 4A. Yazarıq ki, C'miz neçə idi uşaqlar? Deməli, 18. 4 vur 18 vur 1 minus 8'in kvadratı 64 bölünsün 4. Bunu hesablasaq deməli, bu edəcək 8 bölünsün 4. Bu da edər 2. Bu da cavabımız 2. İndi baxın. Biz m və n-i tapdıq. Simmetrik nöqtələr deyir bizə. Simmetrik nöqtələr nə olacaq? Baxın, biri olacaq burada. Olsun bu B nöqtəsi. Biri olacaq burada C nöqtəsi. Biri də olacaq burada D nöqtəsi. Və simmetrik olduğu üçün bura kimi 2'dirsə, bura kimi də baxın 2 olacaq. Bura kimi 4'dürsə, bura kimi də 4 olacaq. O zaman perimetri olacaq. Baxın, belə çəksək. Bura 8'dirsə, bura 4'dürsə, o zaman yazarıq 4, 4, 8, 8. Perimetrdə olacaq 2 vurulsun 4 plus 8. O da bizə 24 cavabını verər. Cavabımız olur 24 və biz 25 sualın cavabına baxmış oluruq. Belə əzizlərim, sizinlə 25 sualın həllinə baxdıq. Ümid edirəm ki, bütün suallar aydın oldu və ümid edirəm ki, buradan çoxluca doğru cavabla ayrıldınız. Sağ olun, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşmək üzrə. Allah'a emanet olun.